Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Bugünkü dərsimiz sinifdə təhlükəsiz psixososial mühit necə qurulmalıdır və biz bu mühiti qurmaq üçün bizə bir müəllim olaraq nə lazımdır, hansı nüanslardan, hansı faktorlardan istifadə etməliyik, o haqqda danışacağıq və sinifdə psixososial mühitin qurulması üçün ilk öncə müəllim, şagird və müəllim-valideyn münasibətləri düzgün qurulmalıdır. Biz bu dərsdə müəllim, şagird və müəllim-valideyn münasibətləri necə olmalıdır, necə düzgün qurulmalıdır, o haqqda danışacağıq. İlk öncə dərsimizə başlayırıq. James Comer'in bir deyimindən o deyir ki, düzgün münasibət qurulmadan əhəmiyyətli öyrənmə baş verə bilməz. Yəni Comer demək istəyir ki, öyrənmənin özəyi, əsası düzgün münasibətin qurulmasıdır. İlk öncə biz şagirdlərdə öyrənməni təmin etmək üçün, onlara keyfiyyətli təhsil vermək üçün ilk öncə onlarla olan münasibətimizi pozitiv və düzgün qurmalıyıq. Ümumiyyətcə, şagirdlərdə onların ehtiyacını qarşılayan pozitiv münasibət qurulsa, onların akademik fəaliyyətə cəlb edilməsi daha yaxşı olacaq və daha yüksək nəticələr göstərəcəklər. Biz şagirdlərə pozitiv münasibət göstərsək, onları biz məktəbə bağlamış oluruq, yəni onlarda məktəbə qarşı bağlılıq hissi yaranır və onlar səriştə nümayiş etdirirlər, seçim imkanları olur onlarda və təhlükəsiz öyrənmə mühitindən şagirdlər zövq alırlar. Bəs biz bu cür pozitiv münasibəti necə qurmalıyıq, necə yaratmalıyıq və necə qurub saxlamalıyıq? Əvvəlcə müəllim şagird arasında olan pozitiv münasibət qarşılıqlı inama əsaslanmalıdır, dəyərə əsaslanmalıdır. Bir də müəllimlə şagird arasında hörmət olmalıdır. Yəni hörmətə əsaslanan münasibət olmalıdır. Pozitiv münasibət yaratmağın birinci mərhələsi odur ki, biz sadəcə şagirdləri sevmək və onları olduqları kimi qəbul etməliyik. Ona görə də şagirdlərin necə davranmasından asılı olmayaraq səriştəli müəllim onlara qarşı olan xoş münasibəti saxlayır və onları səmimi şəkildə sevir. Biz bəzən şagirdlərə münasibətlərimizdə bir mehribançılıq göstəririk, səmimilik göstəririk və şagirdlər bəzən elə başa düşürlər ki, müəllim onların dostudur. Amma bu belə deyil. Biz müəllim olaraq şagirdlərə xoş münasibət göstərməliyik, pozitiv münasibət göstərməliyik. Amma bu o demək deyil ki, uşaqlar bizim dostumuzdur və yaxud da müəllim şagirdlərin dostudur. Biz sadəcə olaraq münasibətlərimizi tənzimləməliyik. Şagirdləri nə aşırı dərəcədə xoş münasibət göstərməməliyik, nə də negativ münasibət göstərməməliyik. Biz müəllim olaraq şagirdlər arasında olan münasibətimizi tənzimləməliyik. Düzdür, müəllim şagirdə dostcasına yanaşa bilər, amma bu demək deyil ki, müəllim şagirdin dostudur. Biz şagirdlə münasibətimizi düzgün qurmaq istəyiriksə, dərsin ilk günlərindən şagirdlərə gözləntilərimizi, normativlərimizi, qaydalarımızı təqdim etməliyik, başa salmalıyıq ki, şagirdlər hansı davranışa icazə olduğunu və yaxud da hansı davranışa icazə olmadığını əvvəlcədən bilsinlər. Və onlara izah etmək lazımdır ki, müəllim onlarla olan mehriban, yoldaşcasına münasibəti müəllimlərin onlara dostu olduğunu göstərir. Yəni bu demək deyil ki, müəllimlər onun dostudur. Sonra müəllim şagirdə informasiyanı çatdırılma formasına görə düzgün çatdırılma formasından istifadə etməlidir. Bu şagirdlərin qavramasında böyük rol oynayır. Əgər müəllim şagirdlərə informasiyanı negativ şəkildə çatdırsa, şagirdlər də həmin informasiyanı negativ şəkildə qəbul edəcəklər və onu qavramağa səy göstərməyəcək, yadda saxlamayacaqlar. Ona görə də müəllim şagirdə informasiyanı ötürərkən negativ yox, müsbət, pozitiv fikirlərlə çatdırmalıdır. Bəzən müşahidələr göstərir ki, bəzi müəllimlər şagirdlərə rəy verərkən və yaxud da münasibət göstərərkən xəsislik edirlər. Belə bir cümlə sözdən ifadədən istifadə olunur ki, müəllimlər şagirdlərə rəy bildirdikdə bəzən xəsislik edirlər. Yəni onlara rəy bildirməyi özlərinə əziyyət bilirlər və yaxud da çoxlu müsbət sözlərdən istifadə etmirlər. Bu da doğru yanaşma deyil. Biz müəllim olaraq şagirdlərə müsbət rəy bildirməliyik. Bəzən onları müsbət tərəflərini vurğulamalıyıq, bəzən mənfi tərəflərini vurğulamalıyıq. Amma ilk öncə biz şagirdin müsbət tərəfini vurğulamalıyıq ki, şagirddə bizə qarşı olan inamını itirməsinlər. Yəni şagirdlərdə negativ münasibət yaratmayaq. Və bu da bu cür müsbət, pozitiv münasibətin də olması şagirdlərdə idraki fəaliyyətə cəlb olmasına müsbət təsir göstərir. Müəllim şagird arasında olan pozitiv münasibətin dəqiq bir resepti yoxdur, yəni resepti olmur. Amma bu cür əlaqənin qurulmasında bəzi təkliflər var. Biz bu təklifləri bilməliyik ki, hansı təkliflərdir? İlk öncə tədris ili başlamamışdan əvvəl şagirdlərə qısa bir xoş gəlmisiniz məktubu göndərməliyik. Yəni ki, biz şagirdlə münasibət qurmalıyıq ilk öncə dərs ilinin əvvəlində və onlara çatdırmalıyıq ki, biz onları səbirsizliklə gözləyirik və onları görməyimizə çox şad olacaq. Yəni müəllim şagirdlərə əvvəlcədən tanış olmalıdır və özünü onlara təqdim etməlidir. Bu cür strategiya xüsusi olaraq ibtidai sinif şagirdləri ilə daha effektiv
alınır, baş verir, nəticə verir. Daha sonra yuxarı sinif şagirdləri ilə bizim sinifə keçməmişdən əvvəl tanış olmalıyıq. Bizim onlarla tanış olmağımız və pozitiv münasibət qurmağımız şagirdlərin artıq bizim sinifə gəldikdə artıq bizim haqqımızda xoş təəssüratları olur və şagirdlə müəllim arasında xoş münasibət yaranır. Sonra şagirdlər üçün oyunlar, tədbirlər təşkil edə bilərik. Dərs ilin əvvəlində sinifə bir-birini bağlayan fəaliyyətlər həyata keçirə bilərik. Biz bundan öncəki dərslərimizdə də keçdik ki, dərs ilin əvvəlində hansı fəaliyyətlərdən istifadə edərək biz şagirdləri bir-birinə olan münasibətini, bir-birlərinə olan hörmətlərini aşılaya bilərik. Bu da buzqıran strategiyalarından istifadədir. Sonra şagirdlərin ad günləri olanda hər hansı bir ifadə ilə, sözlə, təbii ki, dərsin vaxtına mane olmadan biz şagirdləri təbrik etməliyik. Ən azı bir cümlə ilə onları sevdiyimizi, onların bizim diqqətimizdə olduğunu aşılamalıyıq. Bu da şagirdlərin özünə inamını artırır, müəllimə qarşı olan münasibətini saxlayır, gözəlləşdirir. Sonra şagirdləri hər gün sinif otağının qapısının qarşısında salamlaya bilərik. Dərsin əvvəlində şagirdlərin hər birinin şəklini çəkib, bu şəkillərin altında onların siniflə bağlı olan fikirlərini qeyd edə bilərik. Bəzən tədris ili müddətində bu fikirlər dəyişə bilər və şagirdlər o fikirlərini həmin şəkillərin altında qeyd edirlər. Müəllimlə çətin münasibəti olan uşaqların hər hansı bir yarışda və yaxud da tədbirdə olanda biz onlara dəstək göstərə bilərik. Onların yarışında, deyək ki, futbol yarışı var. Biz onu futbol yarışında gedib dəstəkləyə bilərik, onu azarkeşlik edə bilərik. Bu da şagirdlə müəllim arasında olan münasibəti tənzimləyir, yaxşılaşdırır. Şagirdin maraqlana bilərik. Onların tədris fəaliyyətləri ilə şəxsi həyatlarına maraqlana bilərik. Təbii ki, gizliliyi qorumaq məqsədi ilə, gizliliyi qorumaqla. Sonra müəllimin fiziki davranışı ilə şagirdlərdə maraq oyatması lazımdır. Yəni fiziki davranış nədir? Bəzən lazım gəldikdə biz şagirdin üzünə gülümsəyə bilərik, əlimizi onun çiyninə qoya bilərik, başına sığal çəkə bilərik. Bu da şagirdlə müəllim arasında olan münasibəti yaxşılaşdıran faktorlardan biridir. Olur ki, sinifdə elə bir situasiya yaranır ki, şagird gülür və biz də onunla qoşularaq gülməliyik və onun sevincinə şərik olmalıyıq. Daha sonra bəzən olur ki, bizim elə bir texniki, mexaniki səhvlərimiz olur ki, biz onu gülərək, gülümsəyərək aradan qaldırmalıyıq. Bütün bunlar və bütün bu faktorlar şagirdlərlə müəllim arasında xoş münasibətin yaranmasında, pozitiv münasibətin yaranmasında özünü göstərən faktorlardan biridir. Bəzən də müəllimlər şagirdlərlə effektiv ünsiyyətin qurulmasında bəzən müəllimlər problemlər yaşayır. Müəllimlər şagirdlə effektiv ünsiyyətin qurulmasında nə etməlidir? Əvvəlcə biz bu ünsiyyətin qurulmasında bəzən olur ki, müəllimlər səriştəsizlik göstərirlər. Onların səriştəsinin olmaması şagirdlə münasibətlərində, ünsiyyətlərində düzgün qarşılıqlı əlaqəyə nail ola bilməmələri nəticələnir. Bəs bu münasibəti tənzimləmək üçün müəllim nə etməlidir? Əvvəlcə gəlin baxaq müəllimlər. 2 dənə üslub var ki, müəllimlə şagird münasibətinə təsir edən üslublardır. Bunlar hansıdır? Birinci, demokratik üslub. İkinci, avtoritar üslub. Demokratik üslub nədir? Burada humanizmlikdir, həssaslıqdır, qarşılıqlı tərəfdaşlıqdır. Şagirdi obyekt kimi yox, subyekt kimi görməkdir. Şagirdin də söz demək haqqının, onun da fikirlərinin nəzərə alınmasının müəllim tərəfindən həyata keçirilməsidir. Sonra empatiya qurulmasıdır. Bərabər hüquqların yaradılmasıdır. Bu demokratik üslubdur. Bəs avtoritar üslub nədir? Avtoritar üslubda bir tərəfli qərarın qəbul edilməsidir. Yəni burada artıq müəllim özünü hegemon görür, bütün qərarları özü verir, şagirdin heç bir fikrini nəzərə almır, heç bir qərarını nəzərə almır, yalnız özü qərar verir. Demokratik üslubda müəllimlər, demokratik üslubda şagird ünsiyyətdə bərabər hüquqlu tərəf kimi görülür. Müəllim şagirdləri qərar qəbul etməyə çağırır, onların fikirlərini, onların qərarlarını nəzərə alır, həmçinin onların fərdi xüsusiyyətlərini nəzərə alır. Mühakimələrində müstəqil olmalarını həvəsləndirir. Bu cür üslubun əsas məqsədi odur ki, şagirdləri fəaliyyətə çağırmaq və onlara məsləhət və xahişin verilməsidir. Məsləhət və xahişdən istifadə olunmasıdır. Demokratik üslubda müəllimlər məsləhət vermək var, amma avtoritar üslubda nəsihət vermək var. Bəzən bu məqamlar qarışdırılır. Nəsihət verməyi demokratik üslub kimi götürürlər, amma elə deyil. Nəsihət vermək avtoritar üslubdadır, məsləhət vermək demokratik üslubdadır. Avtoritar üslubda necə olur? Bayaq da dedik, bundan öncə də dedik ki, avtoritar üslubda artıq bu ənənəvi müəllim tərzinə uyğundur. Çünki avtoritar üslubda artıq şagird bərabər hüquqlu kimi görünmür. Burada subyekt, obyekt münasibətindən istifadə olunur. Yəni burada subyekt müəllim olur, obyekt şagird olur. Müəllim şagirdi obyekt kimi görür, onun fikirlərini, onun qərarlarını nəzərə almır və sadəcə qərarları özü verir və burada əsas bu ünsiyyətin əsas metodları əmr və nəsihətdir. Demokratik üslubda
xahiş, məsləhətdir, amma avtoritar üslubda isə əmr və nəsihətdir. Müəllim-şagird münasibətində, müəllim-şagird dialoqunda vacib olan bəzi xüsusiyyətlər var. Bu xüsusiyyətlər hansılardır? Müəllim şagirdin fikrinə dözümlülük göstərməlidir. Bəzən şagird səhv fikir söyləyə bilər, amma müəllim onun fikirlərinə hörmətlə yanaşmalıdır. Şagirdin də səhv etmək haqqının olduğunu qəbul etməlidir və şagirdi dinlədikdən sonra sonda onun harda səhv etdiyini şagirdə başa salmalıdır, anlatmalıdır və şagirdin özünə tənqidi yanaşmasını təmin etməlidir. Sonra şagirdlərin məktəbdə müvafiq qaydada ünsiyyət qurmaqlarını və nəzakətli olmalarını deməlidir. Təbii ki, əvvəlcə müəllim özü şagirdlərə rol model nümunəsi olmalıdır. Yəni sonra şagirdlərin məktəbdə müvafiq qaydada ünsiyyət qurmalarını və nəzakətli dildən istifadə etməklərini əgər biz istəyiriksə, özümüz təbii ki, ona əməl etməliyik. Çünki nəzərə almalıyıq ki, məktəbdə gün ərzində şagirdlər bizi izləyir, bizim davranışımıza nəzarət edirlər və onu təqlid etməyə çalışırlar. Ona görə də biz bunu hiss etməsək də, amma şagirdlər bizi gün ərzində izləyirlər, bizim sözlərimizə, bizim cümlələrimizi necə qurduğumuza fikir verirlər və özləri bu tərzdən istifadə edirlər. Ona görə də müəllimlər necə davrandığına, necə danışdığına diqqət etməlidir. Hər bir müəllim sinifdə ədəbi dildən istifadə etməyə çalışmalıdır və sinifdəki şagirdlərin istifadə etdiyi dialektlərə hörmətlə yanaşmalıdır. Amma onlara başa salmalıdır ki, ədəbi dildən istifadə etmək lazımdır. Şagirdləri ədəbi dildən istifadə etməyə həvəsləndirməlidir. Sonra müəllim şagirddən bir-biri ilə hörmətli danışmağını istəyir və əgər onu şagirddən istəyirsə, təbii ki, özü də ona əməl etməlidir, riayət etməlidir. Sonra müəllim şagirdlərin bir-birinin xəttinə dəyməməsini istəyirsə və kobud danışmamalarını istəyirsə, müəllim özü də şagirdlərlə hörmətlə danışmalıdır, kobud sözlərdən istifadə etməməlidir. Müəllim şagirdlərin bir-biri ilə ünsiyyətində əmr deyil, xahiş cümlələrindən istifadə etməlidir. Məsələn, buna təşəkkür edirəm, xahiş edirəm, zəhmət olmasa kimi cümlələrdən istifadə etməlidir. Şagirdlər də artıq müəllimi izləyir və müəyyən vaxtdan sonra bu sözləri yoldaşları ilə ünsiyyətində istifadə edir. Dərs otağında müəllim dildən başqa istifadə etdiyi səs tonuna da nəzarət etməlidir, fikir verməlidir. Yəni qışqırmamalıdır, yüksək səslə danışmamalıdır, əmr verməməlidir. Müəllim şagirdlə söhbətində istifadə etdiyi sözlərə diqqət etməlidir. Çünki müəllim nümunə rolu oynadığına görə müəllim şagirdin bu yöndə inkişafında böyük təsir olur. Sonra müəllim şagirdə empatiya qurmalıdır. Müəllim şagirdin hisslərini, düşüncələrini, fikirlərini nəzərə almalıdır. Onun nə hiss etdiyini başa düşməlidir və müəllim bu ünsiyyətdə, bu zaman empatiya qurulduqda artıq müəllim şagird müəllimə qarşı olan inamını artırır və bu da müəllim-şagird münasibətinə müsbət təsir göstərir. İndi gəlirik müəllimlər effektiv müəllim-valideyn münasibətlərinə. Valideynin tədrisə cəlb olunmasının şagirdin akademik nailiyyətinin yüksəlməsinə, onun şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Bu uzun müddətdir ki, bu fakt artıq qəbul olunmuşdur. Ona görə də müəllimlərin peşəkar məsuliyyətlərindən biri valideynlərin övladlarının öyrənmə prosesində cəlb olunmasına nail olmaqdır. Valideynin cəlb olunması o deməkdir ki, onlar övladlarının məktəbdəki performansından, davranışından, sosial-emosional vəziyyətindən, məktəbin funksiyasından, keçirdiyi tədbirlərindən artıq xəbərdardır. Və valideynləri şagirdin öyrənmə və akademik inkişafına effektiv şəkildə cəlb etmək üçün müəllimlərin valideynlərlə düzgün münasibət qurması vacibdir, lazımdır. Bunun üçün müəllim nə etməlidir? Bəzən olur ki, bəzi valideynlər olur ki, məktəbə çox az gəlirlər, öz övladları ilə maraqlanmırlar, onların nəticələri ilə, onların davranışı ilə maraqlanmırlar və nəticədə şagirdin həm davranışında, həm də akademik nailiyyətində artıq geriləmələr baş verir. Ona görə də müəllim valideynlə düzgün münasibət qurmalıdır, pozitiv münasibət qurmalıdır və valideynin məktəbə cəlb olunmasında təşəbbüskar olmalıdır. Bəs valideynin məktəbə cəlb olunmasında maneə törədən amillər hansılardır? İlk öncə valideyn iclaslarının ümumi şəkildə keçirilməsi və konfidensiallığın gözlənilməməsidir. Elə bir valideyn iclası olur ki, bilirik ki, valideyn iclası ümumi şəkildə keçirilir. Orada bütün sinifin, şagirdlərin valideynləri olur. Biz həmin sinifdə ümumi şəkildə hər hansı bir problemi olan şagirdin mənfi cəhətləri haqqında biz valideynə hamının içərisində bildirsək, bu artıq valideynin iclasdan yayınmasına səbəb olur və artıq bu valideyn gələn iclaslarda həmin iclasa gəlmək istəməyəcək. Ona görə də müəllimlər hər hansı bir şagirdin mənfi cəhəti varsa, səhv davranışı varsa, onu ümumi şəkildə deyil, fərdi şəkildə, xüsusi özü ilə, həmin valideynin özü ilə danışaraq problemi həll etməlidir. Yəni ümumi valideyn iclasında onu müzakirəyə qoymaq, onu
təqdim etmək, yəni yanlış bir yanaşmadır. Ona görə də bu da valideynin iclasdan yayınmasına səbəb olan faktorlardan biridir. Sonra valideynin iş saatının çox olması. Valideynin iş saatının çox olması səbəbindən valideyn iclaslardan yayınır. Biz ona görə də müəllim valideynlə dərsdən sonra, işdən sonra əlaqə saxlamalıdır və şagird haqqında həmin valideynə məlumat verməlidir. Sonra müəllimin valideynlə onun övladı ilə bağlı münasibətində qurulmasına laqeyd yanaşması. Yəni bəzi valideynlər var ki, məktəbə laqeyd yanaşır, övladına laqeyd yanaşır və iclasa gəlməyin vacibliyini nəzərə almır və iclaslardan yayınır. Bu da olur valideynin məktəbə cəlb olunmasına maneə törədən amildir. Bəs biz müəllimlər valideynləri necə məktəbə cəlb etməliyik? Bəzi strategiyalar var. Təbii ki, hər bir müəllimin özünə məxsus strategiyası olur. Burada da bəzi strategiyalar verilmişdir ki, bu da valideynin məktəbə cəlb olunmasında əhəmiyyətli rol oynayır. Biz valideynləri necə tədrisə cəlb edə bilərik, təhsil müəssisəsinə cəlb edə bilərik? Bu da müəllimin bəzi strategiyalarına irəli gəlir. Təbii ki, hər bir müəllimin özünə məxsus strategiyası ola bilər. Burada da bir çox strategiyalar verilmişdir. Bunlardan biri salamlama məktubudur. Salamlama məktubu tədris ilinin əvvəlində müəllimlər tərəfindən valideynlərə göndərilən bir məktubdur. Bu məktubda müəllimlər qeyd etməlidir ki, sizin sinfi və yaxud da sizin şagirdinizi öz sinifində görməkdən məmnunluq hissini duyduğunu və onları görmək üçün nə qədər həvəsli olduğunu, həyəcanlı olduğunu valideynlərə bildirməlidir. Pozitiv mesaj ötürməlidir, pozitiv münasibət qurmalıdır. Bu da valideynin tədrisə cəlb olunmasının əsas yollarından biridir. Sonra valideynlərlə olan ilk ünsiyyətimizi pozitiv qurmalıyıq. Yəni ilk dəfə əgər biz valideynlə danışırıqsa, ünsiyyətdə oluruqsa, çalışmalıyıq ki, elə sözlərdən istifadə edək. Elə bir münasibət quraq ki, artıq biz valideynin təsəvvüründə pozitiv bir müəllim kimi formalaşaq. Bu da bizim ilk ünsiyyətimizdə pozitiv münasibət qurmağımızdan çox asılıdır. Sonra şagirdin irəliləşi haqqında qeydlər göndərmək. Biz valideynlərə əgər valideyn iclasında iştirak etmək şəraiti olmayan, vaxtı olmayan bir valideyn varsa, biz həmin valideynlə övladı barəsində xüsusi qeydlərimizi göndərə bilərik. Yəni mesaj vasitəsilə göndərə bilərik. İlk öncə biz bu qeydlərdə şagirdin müsbət tərəflərini vurğulaya bilərik, daha sonra onun mənfi tərəflərini vurğulaya bilərik. Davranışında hər hansı bir davranış pozğunluğu varsa, əvvəlcə müsbətini, sonra mənfisini deyə bilərik. Çünki əvvəlcə mənfisini desək, artıq valideynin məktəbə qarşı olan həvəsini itirmiş olarıq. Sonra pozitiv valideyn iclası təşkil etmək. Biz valideyn iclasında təşkil edəndə artıq ünsiyyətimizə diqqət etməliyik. Valideynlərlə olan ilk ünsiyyətimiz maraqlı olmalıdır, pozitiv olmalıdır. Sonra pozitiv məzmunlu zəng vura bilərik, mesaj göndərə bilərik və ya da e-mail göndərə bilərik. Bu da valideynlə olan münasibətimizin pozitiv qurulmasında əhəmiyyət kəsb edən faktorlardan biridir. Sonra valideynin sinif fəaliyyətlərinə qatılması. Biz valideynlərə zəng vuraraq onları məktəbə dəvət edə bilərik. Şagirdin hər hansı bir fəaliyyətində valideynin də iştirakını təmin edə bilərik. Deyək ki, texnologiya dərsində hər hansı bir qurğu düzəldilir və yaxud da maket düzəldilir. Layihə işlərində maket düzəldilir. Biz valideynləri ora cəlb edə bilərik. Və yaxud ttexnologiya dərsində deyək ki, hər hansı bir salat düzəldilir. Biz ora valideynləri cəlb etməklə, şagirdlərlə birgə fəaliyyətlərə cəlb etməklə onların da tədrisə cəlb olunmasını təmin edə bilərik. Formativ dəftər qeydləri nədir? Burada artıq müəllim şagird barəsində qeyd götürməlidir. Təbii ki, onu müşahidə vasitəsilə etməlidir. Müəllim şagirdləri daim müşahidə altında saxlamalıdır, müşahidə etməlidir və hər bir şagirdə uyğun qeydlərini formativ qeyd dəftərində yazmalıdır və onları valideynlərlə bölüşməlidir. Bəs müəllimlər, valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələ var. Bunu biz diqqət mərkəzində saxlamalıyıq. Diqqət etməyimiz məqamlardan biridir. Təşəbbüsü ələ almaq, təkidli olmaq, ailə ilə empatiya qurmaq, məxfiliyi qorumaq, bir də valideyni anladığımızı göstərmək. İlk öncə baxaq görək, təşəbbüsü ələ almaq nədir? Təşəbbüsü ələ almaq odur ki, bəzi valideynlər var ki, müəllimi tanımır, onun haqqında məlumatı yoxdur və yaxud da müəllimlə əlaqə saxlamaq istəmir. Bu zaman müəllim nə etməlidir? Valideynin ona zəng etməyini gözləməməlidir. Özü təşəbbüsü ələ almalıdır, valideynə zəng etməlidir, valideynlə əlaqəli saxlamalıdır. Təbii ki, bu pozitiv ünsiyyət olmalıdır. İlk öncə valideynin təəssüratında xoş təəssürat bağışlamalıdır. Sonra təkidli olmaq, israrlı olmaq nədir? Biz valideynlə əlaqə yaratmaq istəyirik. Təbii ki, ona zəng vururuq. Amma valideyn bizim zənglərimizə cavab vermir. Biz əgər ona zəngə cavab vermirsə, biz təkidli olmalıyıq, israrlı olmalıyıq. Ona davamlı zəng etməliyik və əgər zənglərimizə cavab vermirsə, hətta biz valideynin evinə də gedə bilərik. Sonra ailə ilə empatiya yaratmaq. Empatiyada bilirik ki, müəllimlər qarşındakı insanı hisslərini tanımaq, anlamaq, özünü qarşındakı insanın və yaxud da qarşındakı valideynin yerinə qoymaqdır.
Sonra məxfiliyi qorumaq. Məxfilik də qorumaq konfidensiallığı qorumaqdır. Biz həm şagirdlərin, həm də onların valideynlərinin şəxsi məlumatlarını, olsun ailə daxili problemlərini və yaxud da hər hansı bir sağlamlıq vəziyyəti ilə bağlı olan məlumatlarını, davranış məsələlərini biz gizli saxlamalıyıq, məxfiliyi qorumalıyıq və həm əgər şagirdin problemi varsa, onun özü ilə fərdi şəkildə danışmalıyıq və yaxud da valideynin özü ilə fərdi şəkildə münasibət qurmalıyıq, ünsiyyətdə olmalıyıq. Bir də valideynin anladığımızı göstərmək. Biz valideynlə münasibətimizdə elə ünsiyyət qurmalıyıq ki, biz valideyni anladığımızı ona hiss etdirməliyik. Yəni biz valideynin sözünü kəsmədən onu sonunacan dinləməliyik, qulaq asmalıyıq. Sonra onun dinlədiyini ümumiləşdirərək onun danışdığı hər hansı bir məlumatı ümumiləşdirərək onu düz başa düşüb düşmədiyimizi ondan soruşmalıyıq, dəqiqləşdirməliyik və bu da valideyni anladığımızın anlamına gəlir. Bu da olur müəllimlər. Effektiv valideyn, müəllim, valideyn münasibətləri. Bizim üçün əsas biləcəyimiz məqamlar effektiv müəllim-valideyn münasibəti necə qurulmalıdır, effektiv müəllim-şagird münasibətləri necə qurulmalıdır. Onu da bugünkü dərsimizdə öyrəndik. Sağ olun müəllimlər, salamat.